Bir çox həmkarımızın da dilə gətirdiyi bir məsələni cənab nazirimizin diqqətinə çatdırmaq istəyirəm ki, bu qanunlar çox vacibdir. Bugün həyata keçirilən islahatların daha effektiv, daha təhlükəsiz bir şəkildə vətəndaşa çatdırılması üçün görülən işlərdir. Amma qanunların bəzən sərt olması problemlər yaradır. Ən başda da cənab nazirimizin özünün də dəfələrlə müzakirələrdə dilə gətirmiş olduğu məqamlar var. Bunlar nədir? Sertifikasiya imtahanları dünyada mövcuddur, bənzər nümunələr var, amma sertifikasiya imtahanına girmədən 5 illik müddəti bitdikdən sonra əməliyyatxananın ortasından sənin bugündən etibarən əməliyyatın eləmə haqqın yoxdur deyərək bir tələbin ortaya qoyulması, səhərsi günü həmin xəstəyə baxmanın hüququ tərəfdən onun əlindən alınması əslində ciddi təzadlar yaradır. Yəni bugün günümüzdə insan resurslarının çatışmamazlığından danışırıq, amma bu nazirliyin necə deyərlər səbəbindən deyil, qanunun bizə ehtiva etdiyi bəzi məqamlar var ki, o məqamlar bir mənalı olaraq xəstəxanaları və tibb müəssisələrinin işləmə mexanizmasına ciddi zərər vururlar. Avropanın inkişaf eləmiş ölkələrdə hamımız bilirik ki, heç bir imtahana görə həmin gün 5 il bitdi deyə imtahana girməyə bir həftə zamanı var və ya hər hansı bir kursa getməlidir. Ona görə bir insanın iş fəaliyyətinin davam elətdirilməsi dayandırılmır. Belə bir şey ola bilməz. Bu, həm tibbi xidmətin keyfiyyətli həyata keçirilməsinə zərər verir, həm də insan hüquq və azadlıqlarına bir mənalı olaraq qarşı olan bir hadisədir. Bəli, imtahan keçirilsin, imtahandan sonra ikinci şans da verilsin, üçüncü şans da verilsin, bu qanunvericilikdə göstərilib. Amma onu işdən kənarlaşdırmaq, mən düşünürəm ki, nə həyata keçirilən səhiyyə islahatlarının gündəliyinə, nə bizim real resurslarımıza uyğun deyil deyə, mən düşünürəm ki, bu məsələni çox hörmətli Əhliman müəllimin də rəhbərliyi altında müzakirə olunmalıdır. Çünki bugün bu dilə gətirilən məsələlər biz qısa müddət içərisində dəyişəcəyini gözləməmiz biraz sadəlövhlük olar. Tibb işçilərinin bugün bildiyimiz kimi ölkədə 700-800-ə yaxın tələbə həkimlik statusu qazanır. Bunların bəlli bir hissəsi rezidenturaya girir, digər hissələri ölkədə internatura proqramı olmadığına görə onların fəaliyyətinin effektiv bir şəkildə təşkil olunması və biraz əvvəl qəbul olunan bir əvvəlki qanun içərisində onların çox işləri əslində həmin vicdansız əmələ girəcək. Çünki onların haqqı yoxdur həkim kimi işləməyə. Bir tərəfdən deyirik ki, insan resurslarına ehtiyacımız var, bir tərəfdən də bu gələcək yeni resursların istifadəsi ilə əlaqədar bəzi çatışmamazlıqlar var ki, bunlar mütləq bir şəkildə müzakirə olunmalıdır, bunlar haqqında yeni qərarlar verilməlidir və islahatlar həyata keçirilən ölkələrin nümunəsindən də bilinən bir həqiqət var. Biz həkimləri və səhiyyə işçilərini sıxışdırdıqca bir nəticə əldə edə bilməyəcəyik. Biz onlarla müzakirə aparmalıyıq, biz onların dərdlərini və problemlərinin həlli və onların ölkədə aparılan səhiyyə islahatlarına ən effektiv bir şəkildə dəstək olmaları üçün nəyə ehtiyac olduğunu anlamamız lazımdır. Mən düşünürəm ki, Azərbaycan səhiyyəçisi cənab prezident tərəfindən ortaya qoyulmuş bütün